Bütün Bakı, bütün Azərbaycan hamı linza qoydu, oldu Sibelcan. Ləman linza qoydu, oldu vampir. Paxıllığımız, qurtuluğumuz bəzilərimizin özünü yandıracaq. Ay vlajlı salfetkadan əmələ gələn, ay qaloşumun altı, ay qapıma qoyduğum zibil vedrəsi, ay badımcan qabığı, ay unitazımın sarı ləkəsi, ay nə bilim aboyumun cırığı, ay corabımın cırıq tərəfi. Xoşun gəlmir məndən, ay qaş qaldaq, ay sınıqlan bıçqa, ay belə vasmoyda asılan, illərdir işlənməyən o yuxarıdan asılan, o vitrindən asılan maniken var. Bax o. Xoşun gəlmir, ay mollalarda qalıb özünü eskəsə soxuşdura bilməyən dümsük. Ay ərini aydan aya yemək yedizdirib, vişnə soku çizdirib yanında saxlayan. Ay sevgilisini 10 min lira molladan sonra sevirəm sözü dedizdirən may gülü. Xoşuna gəlmirəm, bas bayra da az. Ananna, ananna, ananna. Eləmədiyin cındırlıq, şıntırlıq qalmayıb, gəlib mənə burada adamlıqdan danışır. Sən adamlığın axırıncı altında dayanarsan ancaq. Dur vızqır da az buradan, axırıncı sınıfqadı bas bayra. Eşref idi qızlar səs atan. Prosta gülməli səs atmışdı. Ona gülürdüm. Neyse, indi zəylər açım. Alo. Alo. Bəli. Tamam bacım. 10 dəfə dedi. Linza dedi. Hansı linza təbii görsən? Hamı vampir oxşuyur da. Bəli. Necəsən? Yaxşıyam, buyurun. Mənim Çıxı bir dənə 1 milyon eləyək. dərdim var. Nə dərdin var? Ortaq yoldaşım yeməklərimi yeyir. Nə yiyir? Nə qoyuram götürür yiyir. Sənin də başla, bunun dərdinə bax da küt sənin də başının ortasına. Yeyirəm. O yeməmiş sən ye də. Çatdıra bilməm. Süt yeyəm mən. Yaxşı, sağ ol. Zəngə bax. Kömək elə. Əsəblərim yerində deyil o şey. Çatmırdan, yenim hər cür adam var bu bəşəriyyətdə. Alo. Gülməli olmaq istəyəndə mən, duz yeyib biraz mırt olmaq istəyəndə mən, 10 dənə qohumların içində içib özümü buraxanda mən. Belə zarafat eləmək istəyəndə o pox kimi dəyirsən ha yerə, bax o mənəm. Alo, buyurun. Qız onu eləmək istədi, alınmadı. Hə, buyurun. Alo. Xanım, həyətdə toyuq-cüzə saxlayırsınız, ona səs day aşkım. Konuzları var. Qurban, telefonu. Getir bu telefondan səs qoyub. Yaşayış 0, yaşayış yükleniyor bacı. Bəli. Salam. Salam, buyurun. Səhərdəndən bir dənə normal adam zəng edib, nə bir dərdini danışıb, nə bir söz. Bu nədir axı? Nə kafasını yaşayırsınız? Alo, buyurun. En büyük dəfnə mən gəlmişəm. Buyur aşkım. Çığlıram. Ay, nədir? Buyur. Öyle bir Allah tanrımsın sizi. Çox sağ ol. Elə bil ki, mənim sevgilim var. Özüm 18 yaşım var. Sevgilim var. Bu sevgilim deyib ki, ailəsi falan, nəsli, hamı məni bilir də. Bir də mənim də ailəm. Nəsil oydu, hə. Hə. Amma bu belədir ki, bizim Lakin. yaşadığımız yerdə bu görüşməkdir falan da. Belə şeylərə pis baxırlar da. Bu elə bir deyir ki, nə bilim, gəlim səni götürüm, gedim, belə, elə. Bu mənim xoşuma gəlmir. Necə belə elə? Xanım, belə elə nədir? Yəni gəlim götürüm. Açıq danış da, gəlim götürüm, hara gedək? Yox, səhv başa düşür. Da elə deyirsən, səhv başa düşürük də, aşkım, deyirsən, pisimə gəlir, nə bilim, nəyimə gəlir. Yəni deyir, salona getmək istəyirəm, deyir götürüm, gəlim, gedim salona, anam da gəlsin. Xanım, sən anormalsan, bu nəysən pisimə gəlir ki? Yəni bizdə belə, bizim yaşadığımız yerdə pis bunlar da bu şeyə, yəni elə hərəkətlərə.
Hə, sonra. Yəni bilmək istəyirəm ki, niyə belə deyir, yəni narahat olduğumu bilə bilə. Harda yaşayırsınız ki, xanım? Biz elə bil ki, Ağdabəddə. Çox sağ olun. Oğlan harda yaşayır? O da elə orada. İndi səni gətirib parası aparmağa sənə pisvə gəlir. Yəni kənd yerində qalıq deyə, kəndçiləri çıxmıyor. Sənin odur. Aşkım, incimə biraz, sən bir söz demək istəyirəm. Elə bir sənin biraz problemin var, ürəyin bacı qurban. Cəmaət deyir ki, sevgilim məndən maraqlansın, mənə harası aparsın. Sən deyirsən, mənim pismə gəlir. Elə bir səni başqa bir yerə dəvət edir, sən pisvə gəlir. Simpulsuz. Yəni Oğlan başa düşüb sən xəsiyyəti, bilir sən xəsiyyəti, Allah üzünə. Başa düşüb sən xəsiyyəti. bəli, mənim ilk münasibətimdir deyə, yəni bildim ki, bu hissləri yaşamamışam deyə, ona görə yəni maraqlanmama problem yoxdur. Amma ilk münasibətim deyib bilmirəm, yəni nə vermək lazımdır belə bağlı vaxtlarda. Heç nə aybac. Allah sən sevgili və səbir versin. Heç nə aşkım. Yəni heç nə deyə bilmərəm. Belə pis baxılmağından qorxursan, gizlincə niyə danışırsan? Qorxarsansa belə. Maşallah danışmağı bacarsansa potensialın var. Heç belə saf, dərinə baxanda elə də saf qız deyirsən, ha məndən betər. Elə danışırsan telefonda, elə bir səndən safı yoxdur. Amma və lakin sən indi oğlan səni gətirəndə salona aparanda nə olacaq? Deyirsən niyə belə eləyir ki? Necə belə eləyir ki? Sevir ki eləyir də, nətər eləməlidir ki? Çox sağ olun. Yox, gizlin danışmıram. Ailəm bilir, hamı belə bir ki, bəs ailəm bilirsə səni gəlib ora bura aparmağa niyə sən pisivə gəlir ki? Ya mən o çatmadı. Aşkım, incimə, mənim beynimdə sual yarandı səndən ki, yəni bu qızın nəsə psixi problemi var. Yəni nişanlı döyülükdə bəzi kəndlərdə elə Nişanlı deyilsənsə, belə necə ailənlə tanış eləmirsən, necə girib sənin evin içində nişanlı deyilsənsə, buna sənin ailən necə qəbul edib nişanlı deyilsənsə? Nə bunu danışdığımızda falan razılıq verirlər. Yəni Bə nişanlı deyilsənsə, sən buradan bıraq onun səni marketə salona aparmağını qoymursan, aparıb ananla başınla tanış eləmirsən? O da tanış edib öz valideynlərinə. Bildin də bə nişanlı deyilsən, hər şey eləmsən, amma nişanlı deyilsən. Bir dənə salona getməyinə qarışırsın, qoymursan. Deyirsən, niyə belə eləyir? Sən nə bilirsən, aşkım? Təz. Ona bircüdür. O dolca. Dolça bircüdür. Bu adam deyir, hara gedirsən, mən səni aparım. Mən düz başa düşdüm. Bəli, yəni deyir ki, heç tərəf getmə, mən sənə aparım. Həbsdə bu sənin qriyyatını çəkir də, nəyə pisdir ki? Sən nə istəyirsən ki? Yəni yaxşıdır da, mən onu bilmək istəyirəm ki, yəni yaxşıdır, yəni pis. Yox xanım, yaxşı deyil, bu adam səni fırladır. Fikri sənə ciddidir, məzələnir səndən. Əgər bir oğlan bir qıza deyirsə, hara gedirsənsə, mən aparım səni, oğlan o qızı sevmir, nə də almayacaq. Sən yaxşısı budur, uzaqlaş. Nə özünü bədbəxt elə, sözün əsl mənası heç onu da bədbəxt eləmə. Qoy o yazıqdır, yol açıq olsun, getsin öz həyatını yaşasın. Bədbəxt eləmə, xahiş edirəm. Çox sağ olun. Siz də sağ olun, buyurun, xoş oldu, xoş oldu. Sağ olun, çox sevirəm sizi. Yəni Can, çox sağ ol. Az ağlı yığ başına oğlanla danış, oğlan səni sevir. Oğlan elə olmalıdır da, qorxudursan, mən elə bir başımda problemim var. Yaxşı aşkım, yaxşı sağ ol. Xanım, siz 6666-cı dəfədə zəng edirsiniz. Buyurun, studiyamızdayıq. ARB deyilsiniz, eşitirik. Birbaşa efirdəyik. Səhər saat 10-da efirə veriləcək. Buyurun. Ben yığmışdım, sesiniz gəlmirdi. Necəsiz? Uşaqsan sən? Yox, uşaqlar olma, yığma. Ay bala, uşaqsan, canım sıxama gedir. Aşkım, mamam balası, aşkım. Dedi 20 yaşım var. Alo, bəli. Alo, salam. Salam, buyurun. Tamam, bir dənə problem var elim. Problemlər şöbəsidir, buyurun. Bir sənə mən danışırdım, başlamışdım təzə-təzə. Kimdir danışan? Hər dəfə zəng edirdim ama. Hədə sən də dayı qutar da, dayı. Sənin bu münasibətin mənim ömrümə oturdu, ye. Mən də ömrümə oturub Allah'ın olsun. Yox, sən gəl. Sən şu mənasızsan. Nə istədiyi bilmirsən sən. Alo.
Alo. Bəli, səsini Salam dayanmır. Leman xanım. Salam, salam. Salam Leman xanım. Mənim dərdim var. Mənim dərdim var. Orada danışım. Məzələnəcəksən, sən boy verəcəm, danış. Mənzilənmirəm. Mənim bir dənə otaq yoldaşım var. Adı Şefqadır. Nədir, Setka? Şefqa. Mustafa Şefqa. Cəmatın soyadını nə işləyirsən? Daş sənin qız başlı olsun, gici bəsər ha. Ev yok. Onsuz da dəlidir. Baxa bilmir TikTok'a. Leman xanım, iyidən boğuluram. Bütün günü deyirəm, girsin silmiş. Ay Allah. Yiyeyim mən. Bəlkə özü indi vurub burnuna. Yok. Göndü bu öz aləmdə mırtdaşır da. Ayağını biraz aşağı salsan iyi qoxu gedəcək. Yəqin çorabın idi vurur burnuna. İldə bir dəfə çimənlərə bax. Alo. Ölürəm. Salam. Çox sağ olun. Sesim gəlir. Bir tər gəlir də zorla da olsa, güclə də olsa çıxardırıq. Aha Leman xanım, demək istəyirdim sizə. Deməli, mən sizi 5-6 il izləyirəm. Və bu neçə il izlədiyimə görə ürəyimdən elə bir ki, yığdığım, topladığımı sizlə indi bölüşmək istəyirəm. Olar. Aha, buyurun qızlar, tıkı 1 milyon eləyək də takip eləməyən takip eləsin. Aha. Deməli, demək istəyirəm, çox həyəcanlıyım. Demək istəyirəm ki, mən sizi çox doğma bilirəm. Can, çox sağ ol aşkım, həyatım. Həyəcanlanmayı bacı mənəm də, dedi. Hə. Şimdi duygulanıram. Hər şey. Saf qızdır, məndən betər, mən də belə idim. Neçə yaşım var? 21, yox, əstəğfurullah, 21-də 4 ay 22 olsun, 22-deyim. Qoy neçə yaşından məni izləyirsən, 15-16, hə? Bəli. Ay, ana yarısıyam mən sizə, hə? TikTok-um yox, bir danda YouTube-dan baxırdım, telefon. Öcə yaman, hə? Hə, deməli şeydir, indi onu demək istəyirəm ki, sizlə ilk önce fəxr edirəm görə. Çünki bu qədər əziyyətlər çox çəkmişsiniz də, yəni ən azından gözlərimdədir. Və hər şey rağmen yenə də dimdik ayaqda qalmışsınız. Qızlar məni çox istəyir də, valla. İt də olsam çox istəyirəm. Yəni, həqiqətən, yəni, şəxsən mən bir Azərbaycan xanım olaraq sizdən baxıb örnək götürəm ki, nə qədər güclü olmaq istəyir. Can, çox sağ ol, çox sağ ol. Çox götürmə, biraz ara ver. Amma var olasan, öpürəm səni aşkım. Alo. Duygulandım. Məzələnir bu. Mutlaşırsan mənlə? Yox, Allah. Hey, qalxırsan? Ağlama aşkım, ağlama. Ağlatma mən, linza qoymuşam, xahiş edirəm. Gözüm ağrıyacaq. Az ağlayırım. Duygulandım. Hey, az dağırdan ağlayır. Ya qızlar var, qız mən qucaqlayıb şəhərdə ağlayanlar da var. Quran ondan sonra özüm matım qoyub. Qıraşaq. Yaxşı aşkım, git şey dönəmindədir. Öpürəm səni, var ol. Siz də sağ olun. Sağ ol aşkım, sağ ol. Səni ağlayır. Ətim, paxıl, qırışmış. Sən nə biləsən kimsə çox istəmək nə deməkdir? İnsaniyyəti ölmüş, meyit, yaşayan niqır. Alo.